Deməli, bu difüzorların istifadə qaydasını çəkirəm. Diqqətlə izləyin. Bu 200 qram tutur. 200 qram su götürürük. Boşaldırıq bura. Bu iodov, iyonlaşdırılmış iod. Bunu bilirsiniz, suya qatıb da içmək olur. Yəni, çox faydalıdır. Bunları qatırıq onun içine. Deməli, evdə məlum məsələdir ki, qışda kombi işləyəndə hava qoruyur. Basıb saxlayırıq, işığı yanır. Evin havası quru olduğuna görə çox gözəl vasitədir də, bunu istifadə eləmək lazımdır. Bu soyuq buxardır. Yodlu suyun buxarını verir içəri, otağın havasını eləyir yodlu. Çox faydalıdır. Yəni bunu hər bir kəs eləyə bilər. Yəni başqa bir şeylər də hazırlaya bilərsiniz. Hər hansı bir bitkini dəmləyib suyun belə buxarlandırmaq olar. Həm otağın havasını nəmləndirir, həm də ki hesab edin ki dəniz effekti verir də. Yod qəbul edirsiniz.